Sabahınız xeyir dostlar. Bu ağ görünənlər nədir belə sizcə? Toz kükürt atmışam həyətə. Həm deyirlər külləməyə qarşı yaxşıdır, həm nə bilim biberlərdə, nə bilim bəzi bitkilərdə belə çopurluq olur, gözlə görünməyən hörümçəklərə qarşı. Yəni külləməyə qarşı dərman atmışdım. Təzədən yenə gəldi külləmə. Heç bir həftə getmədi. Çünki havalar biraz yağışlı gedir, biraz küləkli gedir ona görə. Görək. Keçən il əvvəllər toz kükürt atmışdım. Ziyanı olmamışdı. İnşallah olmaz. Həm də ilana görə mən həyətə kükürt ona görə də ən çox səpirəm. Yeni alacağım. Naftalini də almışam. Yenə kükürtüm qutardı. 1 kilo yeni alacağım. Bu səfər naftalinlə qarışdırıb bütün künc bucaq hər yerə atacağım. İlana görə. Baxın bu biberlərlə mənim başım həqiqətən dərdlədir. Yarpaqları, baxın bu xiyarda da var. Yarpaqları çopur-çopur olur. Başları belə büzüşür, böyümürlər. Neçəsini çıxartdım, qırdım, hirsindən atdım. Neçəsinin başını qopartmışam. Baxın, bunun da başını qopartmışam. Bundan sonra böyüklərdən coşmağa başladı. Belə bu biberlərdə görək inkişaf olacaqmı, alınacaqmı, bilmirəm. Buna bax, buna üstünə düşməyib. Bir hirə kükürt bunun niyə üstünə düşməyib görən. Baxın, bunun da başını qopartmışdım hirsimdən. Hətta burası öz-özünü qurumuş. Nəticə böyüklərdən çıxır deyəsən. Əlavə yenə aldım. Ay, yıxılmışdım. Əlavə yenə aldım. Kükürt tökdüm hər yerə. Kükürt nə deyib? Biber təzdən aldım, əkdim olmayanların yerinə. Dünən əkmişəm. Axşam əkdim. Bütün hər yerə kükürt elədim. Hətta buralara da eləmişəm. Hələ biraz az oldu. Bəzi yerlər qaldı. Görürsünüz də. Cücüyə, ilana qarşı, nə bilim, bitkidəki xəstəliklərə qarşı, gözlə görə bilmədiyimiz xəstəliklərə qarşı kükürt çox yaxşıdır deyirlər. İndi mən, yəni həyət balacadır gördüyünüz kimi, bitki çoxdur həyətdə. Ona görə həyətdə xəstəlik çox olur və mən o xəstəlik olmasın deyə əlimdən gələni eləyirəm. Hər cür dərmanlardan, kükürtdən belə istifadə edirəm. Kül olsa kül atardım. Külün də effekti var deyirlər. Böyle inşallah ki xeyri olar. Ziyanı olmaz. Bizim həyətimiz, bitkilərimiz gözəlləşər. Belə. Görürsünüz də. Gerek önceden biraz çiləmə sulayardım. Bəlkə də sonra atardım kükürdü. Çünki belə bilmirəm. Üstündə qalır, effekti olar, olmaz. İnşallah olar. Xəstəliksiz böyüyər biberlərimiz. İnanırsınız, mən biberləri neçə ay əkmişəm. Hardasa mart olmasa da aprelin əvvəli əkmişdim deyəsən. Aprelin əvvəli. Amma bizim biberlərimiz böyümədilər. Bir-ikisi biraz güclə böyüməyə başladı, o qıraqdakılar. Başların bütün xəstəlik tutdu. Elə bir ki, gözlə görünmür. Baxırsan üstündə nə bit var, nə bir şey var. Gül kimidir. Amma çopur-çopur olub, bütün qanatları çopur-çopur. Sənin də üstünə düşməyib. Amma əsas lazım olan üstünü tökməmişəm mən görən. Kükürdü də qutardım. Gəl bundan sənə çiliyək deyən. Belə eləyək sənə tökülsün. Baxın, bununla başını qırmışam hirsimdən. Baxın, qanatlardan çıxmağa başlayır. Çünki çopur-çopur olur. Başı gözü büzüşdü, saraldı, bitmədi. Bax, bunlarda da çopurlaşma getdi. Baxırsan, heç bir xəstəlik yoxdur, amma üstündə var. Deyirlər, o gözlə görülməyə hörümçək, tripsidir, nədir, türklərdə belə deyirlər, bizdə adı nədir, bilmirəm. Yəni, bizdə düzəməli bir şey paylaşıb, məlumat vermirlər ki, biz də anlayaq ki, nə alaq, nə inəyək. Valla, türklərin kanallarında çox yaxşıdır, yəni, onlar hər xırdalığına kimi hər şeyi paylaşırlar. Bizdə yox. Ona qarşı dedim ki, getdim baytara, dedim, bəs belə-belə, mənim bitkilərimdə aptekə getdim.
Dedim, baxın, büzüşmələr var, nəsə bir xəstəlik var, böyümür, onu məhv eləyir, qırır, büzür yarpaqların. Götürdü mənə bir cür belə dərman verdi. Ondan əvvəl məndə var idi, bir dəfə atmışdım bunlara. Çox da xeyir eləmədi, nə bilim. Əslində onu da aldım, amma dedim ki, bəs kükürt deyirlər. Ola bilməz elə şey, hər kəs özündən uydurur deyir, kükürt falan xeyir eləməz. Amma yəni hər kəs böyük bir sahəsi olan insanlar, 2-3 dənə həyətində mənim kimi saxlayan insanlar onu çəkmir ki, onu böyük bir sahəsi olan, biber sahəsi olan insanlar səpirlər bütün sahələrə, bütün hər şey kükürtdə. Bax, həmin bu tripsi xəstəliyinə qarşı deyirlər, gözlə görmə hörümçəklərə qarşı. Yəni kükürt, necə deyim, kimyəvi deyil. Kükürt təbii bir üsuldur. Bunun heç bir kimyəvi bir qatqısı yoxdur insana. Ona görə təbii üsulla əgər sən şey eləmək istəyirsənsə, dərmanlar almaq istəyirsən, kükürt səp deyirlər. Türklər bunu deyir. Türkün bütün kanallarında, onların çəkdikləri bütün kanallarda var. YouTube kanallarından söhbət gedir. İndi bilmirəm, inşallah effekt olar. Bu hissiyə niyə az düşüb kükürt? Anlamadım. Neysə, day, eybi yoxdur. Alıb yenidən bir dəfə də alacağım. 1 kilo da alaram. Kilosunu 5 manata verirdilər. Kükürdüm. İnşallah effekt olar. Hər şey yoluna girər. Arabalar dönər. Dünən hava dəhşət küləkli idi. İnsan əsəb eləyən bir külək idi. Dünən baxın, o yuxarını set qaladım. Yəni açıb özüm girə biləcəm içəri, o heç. Pilləkəndə hələ götürmədim ki, pişiklər gəlsinlər, görsən ki, bağlıdır, öyrəksinə oranın bağlı olduğuna. Yəni gülləri əzməsinlər. Pilləkən olmayanda o tərəflərdən hoppulub güllərin üstünə, gülləri əzib tökürdülər yerə. Ona görə 1-2 gün burada saxlayacağım, sonra götürəcəm pilləkəni. Özümün də orada bir-iki işlərim var. Orada pişik gedib balalayıb. Çıxıb onu da çəkəcəm. Bizim elə bil baxın, lobiyalar fırlanmağa başlayır. Sim qoymuşdum bura, dolaşmağa başlayırlar. Lobiyalar üçün dünən belə simlər çəkdim. O qıraqda da lobiyalarım var. Görək də, lobiyalarda üstün çiçəklər var. İnşallah effekt olar. Buralarda da bir-iki qarğıdalı ilə bir-iki lobiya əkmişəm. Böyüyürlər artıq. Üstlərində çiçəklər görürəm. Çiçək gözləri. İnşallah ki effekt olar. Bu boranını belə elədim. Buradan belə bu simlə belə sarmaşdıram, bu tərəfə aparam. Artıq yer tutmasın bu da. Yarpağını görürsünüz də. Bizim elə bir hamamın lambirini gördüm ki, işığı düşüb aşağı, işığı və ilişiyi qalıb, işıq açılıb, çıxıb yerindən. Elə bir nəsə orada gəzir, hiss edib, pişik səsi eşitdik. Orada girməyə yer yoxdur, bu hardan girib? Mən çıxdım evin üstünə, getdim, lap qıraq tərəfə, toz torpağı idi, oraya güclə əyildim. Taxtanın səndəmə qırağından bir balaca yer açıq imiş, oradan pişik aparıb soxub balasını içəri. O da çox balaca deyil, bizim pişikdən biraz balacadır. Sonra gözlədim, onlar çıxdılar çölə, gəldilər yanımıza, 3 dənə pişik idi. Mən də həmin yeri tutdum. Həmin o deşiyi bir şeylərlə soxuşdurdum ki, orada yəni bir də girməsinlər ora. Həmin yeri bağladım. Ona görə da qaldılar evin üstündə. Da o tərəfdən yerzat var, anası yəqin gələr, gedər, bilmirəm. Daha dəymədim. Çıxdım, gəldim ki, dursunlar, burada ev yoxdur, yazıqdılar. Anası özü gəlib, gedib aparacaq. Bu xiyarlarım da heç cür əmələ gəlmədilər. Necə ki, bax, bu xəstələ biberlərdə var idi, xiyarlarda da var idi. Bax, bunun xiyarın baş hissəsidir də, görürsünüz. Bax, bunun başı yox idi. Hara getdi, necə oldu, mən anlamadım. Böyürdən təzdən qanətlər çıxmadı. Çıxdı. Baba, bunun da məsəl üçün görürsünüz də başı yox idi, təzdən böyürdən çıxdı. O birisinin var idi. Yəni biber bilirsiniz də hər şey bitkinin bir öz belə kafa hissəsi olur. Baxın deyə burası. Bax. Baba, bunda yoxdur.
buradan olmalıydı. Onu nə yedi, nə yoxa çıxartdı bilmirəm. Təzədən bu birim buradan çıxdı, birim buradan çıxmağa, böyüməyə başladı. Nəsə bir xəstəlik kimi idi. Tam gözlü görülməyən bir xəstəlik idi. Bitindirlər göy kükürt effekt eləyəcək. İnşallah yandırmaz effekt eləyər. Bunlara nə çox tökdüm. Biberə çox tökməkdən. Ən çox biberə çox tökməliydim. Oralara heç yaxşı tökməmişəm. Lazımsız yerlərə çox tökmüşəm. Neysə belə. Paltarım da kükürt oldu. Zibillər həmişə kimi gözləyir atılmağı. Güllərimin gözəlliyi. Görək külləməyə qarşı effekt olacaq. Baxın o gözəlimə külləmə gəlib qızıl gülümə. Külləmə də başımızın bəlasıdır da. Görək effekt olacaq külləməyə. Kükürt. İnşallah olar. Cücülər, lobyalar yeyirlər. Dəhşət. Baxın orada da var lobya. Baxın deyim. Dəhşət lobyaları bu salyanqozlar yeyir. Mən tapıram, onları yoxa çıxardıram, təzədən gəlirlər, cumurlar, təzədən yeyirlər. O tərəfdə var idi, yedilər, qutardılar. Lobyalar əkmişəm oralara, salyanqozlar, hepsini nəm-nəm elədilər. Orada da lobya var, oradan da belə sim çəkəm ki, uzansın. Görəkdən. Gözəl güllərimi də bir daha göstərim sizlərə. Limonum artıq çiçək açdı və burada deyəsən 2 dənə limon tutub. Tutub deyəsən, dəqiq bilmirəm. İnşallah tutar, sararıb tökülməz. Bu gözəlimin də toxumları çıxıb yenə. Elə hey yığıram, yenə çıxır toxumları. Payızlıq əkəcəm. Hər yerə düşüb, hər yerdən də dəhşət rahatlıqla çıxırmış sən demə. Hər yerdən də çıxıb. İndi payızlıq əkəcəm. Görün nə gözəl qızıl gül. Bu bodur qızıl güldür. Bunu qab üçün alıb əkmişəm. Bodur qızıl gül çox qəşəngdir rəngi. Nəfəsimə doldu elə bir kükürt. Danışdıqca elə bir nəfəsimə doldu. Ay bunların iyisi möhtəşəmdir. Bunlar pişirməklik qızıl güllərdir. Baxın necə gözəldir. Çox gözəl iyisi var, möhtəşəmdir. Axşam bunlara cücü dərman atmışam. Görək effekt olacaqmı? Olmasa bir də ataram. Mənim iri bir flakon qabda cücü dərmanım var. Yəni belə bit dərmanında, yarpaq biti dərmanım var idi. Keçən ildən saxlamışdım, heç işlətməmişdim. Sən demə onun da, yəni dozasını çox eləmişəm. Düşünün, 4 qramı 2 litrə gedir. Mən də götürmüşəm onu, yarı-yarı 2 litrə bölüb atmışam. Bu boyda baxın belə bir qabda olanı. Bütün ağaçlara da vurmuşdum hər yeri. Ağaçları belə yandırmışdı. Hələ də yazıqların yanıq yarpaqları var. Bütün hər yeri yandırdı, tökdü. İndi təzədən aldım, balacadan aldım. 1 manat, 2 manat belə. Onun balacasından. Çünki irisi 5 manatdır. Mən o 5 manatlığı 2 günə məhv elədim, çəkdi. Bütün hər yeri yandırdım, tökdü. Baxın, ağaq belə şeylər də var. Cücülər də var yarpaqlarında. Axşam dərmanlamışam, yaxşı olmayıb. Biraz dərman qalıb, gərək yenə dərmanlayayım. Bugün də dərmanlayayım, öldürsün hamısını. Qalmasın cücü üstündə. Az da olsa cücü. Belə göründüyünə baxmayın, şirə yoxdur. Cücü də çox azdır. Əlbəttə ki, gözləsən məhv olar gedər. Hər dəfə mən dərmanladığım üçün həyətimdə cücü falan olmur. Olduqca tez dərmanlayıram, məhv eləyirəm hamısını. Bitkilərim zay olmur. Çünki bilirəm, bu əkdiklərim, bu hisslər ümumiyyətçi güllər çox sevir. Baxın, o yerdəki balaca güllərdə balaca vaxtı bura qoymuşdum. Burada necə böyüdülər, necə gözəl-gözəl. Qış boyu buradan belə topa-topa çiçəklər oldu. Yerdəkilər heç birində olmadı, amma burada olanlarda qış boyu çiçəklər oldu. İndi payızda baxın, bunları əkdim bunun içinə, qırdım rəng-bərəng hər güldən. Əkmişəm bu balaca qablara. Payızda, indi bunlar necə gözəl. İstər tomurcuk oldu. Bunu da basıb da, bunu da oxşatayım. Görəksən bura. Hamısının üstü tumurcuq dolu, çox gözəl tutublar.
İndi onları mən oradakı yeri çox sevdilər. Çünki oradakı güllərim yadı. Burada şüyütlər var. Şüyütlərə dəymək istəmirəm. Biraz böyüsün qıraram. Özüm valla toxumdan əkdiyim şüyütlərin heç biri bitmədi. Hamısı bitdiyə çıxdı. Sıx-sıx oldu, nə oldu? Hamısı çürüdü getdi. Amma bütün hər yerə düşən toxumlar, hər yerə düşüb də yəni toxumlar. Öz-özündən bitib. Hər yerdə şüyüt var. Orada var. Məsəl üçün, baxın, bu gülün dibində var. Hər yerdə, yəni hər yer şüyütdür də. Baxın, burada var, görürsünüz də. Şüyüt, baxın, o biri qıraqlarda var. Hər yerdə, baxın, bu gülün belə dibində şüyüt var. Bunların dibində şüyüt var, görürsünüz də. Heç birində qırmadım. Özüm inanırsınız, əkəndə heç belə effektlə böyümür. Amma toxumları hər yerə düşüb. Baxın, buradakı şüyütlərə, baxın. Hamısı toxumdan düşüb, öz-özünə bitib. Orada bir-iki şüyüt saxlamışam, qış payızdan əkdiklərimdir. Onlar toxumluq. Bu şüyütlər görsən necə gözəl. İşlətdiyimi işlədəcəm, işlətmədiyimdə toxumluq saxlayacam. Hələ tanda bitsinlər deyə. Hər yerdən, yəni hara şüyütün toxumu düşüb, orada da bitib və mən qırmıram. Əlbəttə ki, bitsin. Buradakı keşnişim oralarda da bitib, bax. Onun içindən özünə şüyüt çıxıb. Bu keşniş də böyümək bilmədi, qaldı balaca. Görək burada inşallah böyüsün. Gedim evə day, çayını qaynadı, qurudu yəqin. Belə, hava bugün yaxşı deyəsən. Oğlum bugün imtihanı var, 4-cü sinifdir. Başqa bir liseydə imtihan keçirəcək. İnşallah yaxşı olar. Bu dəqiqə imtihandadır. Mən çəkiliş çəkdiyim dəqiqə 16:58. 16:58-dir. 2025 mayın 17-si. Bu dəqiqə oğlum imtihandadır. İnşallah yaxşı keçər imtihanına. İnşallah yaxşı yazar. Biliyinə güvənirəm, amma tələsməyinə güvənmirəm. Çünki çox tələskəndir. Bildiyində bəzən səhv yazır. Heç həyəcanı falan yox idi. Hətta dedi, orada nə var, özüm 5 dəqiqə yazacağım. Amma 5 dəqiqə yazmaq çox da səhv deməkdir. Ona görə biraz narahatam. Hər dəfə deyirəm ki, şey eləmə. Tələsmə, ay uşaq, tələsmə. Tələsdiyim də unudur. Bu il hazırlıqlara qoymadım. Sadəcə öz biliyi ilə həll elədi bütün hər şeyi. Düzdür. Yarım il rublində 2-4'ü çıxdı. Amma o da məncə tələsdiyindən çıxdı. İnşallah ki, rahat yazar, yaxşı yazar. Həmişə tələsir ki, hamıdan tez bitirsin. Ay insan deyirəm, tələsmək yaxşı yazmaq deyil. Sən yavaş-yavaş, biraz fikirləş, biraz düşün. Bildiyin də bəzən çaşır, səhv yazır. Deyir, mən onu bilirdim, belə yazdım. İnşallah yaxşı olar. Paltarları quruyub, bunları yığım, yenisini sərəcəm. Paltarım çoxdur, sərməli. Bugünlük bu qədər. Sağ olun. Gözəl güllərdən sizə salam diləyirəm. Sağ olun, özünüzə yaxşı baxın.